İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq. Lent AZ xəbər verir ki, fasilə İmişli qıstdan qidalanan İmişli 2 ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm'lik 16200 tipli qaz tənzimləyicinin bypass xəttində yeni diametri 200 mm'lik 16200 tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq. Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla rayonun 20 kəndində Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqullar, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçallar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcrəvan, Ağciyür, Qaravəlli, Mirli kəndlərində, Yeni Bəhramtəpə və Təgə qəsəbələrində 18052 abonent və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində 343 abonent İmişli qıstdan qidalanan İmişli 2 ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.